uşaq da dünyaya gətirə bilərsiniz, inşallah. Nə oldu? Uşaq dünyaya gətirmək istəmirsiniz? Yüzünüz döndü. Niyə də yox? Özgənin uşağına baxdı. Özgə deyildi də əslində. Bunlara bax, bunlara bax. Bəh. Ayşə, bir tikəni ona, bir tikə özünə. Nə gözəl. Çox gözəl ailə tablosudur məncə. Yox? Məncə də. Ay Allah. Yenə ağlayır. Yaqın Bəxtiyar ona nəsə danışır. Bəxtiyar. Ayşəni ağlamaq tutdu yenə. Siz ağlayır. Bəxtiyar ağlayır. Bəxtiyar ağlayan oxşamam yenə də. Ürəyim ağlayır. Çox şirin. Axır ki, Ayşə də bir gəlin fatası qoysun başına, otursun gəlin stolunda, Bəxtiyar da bəy olsun. 3 ildir Bəxtiyar evlənmək amacı ilə gəlir bizim verilişimizə. Ayşə də həmçinin qismət beləymiş. Valla. İndi zəhmət olmasa, mən video paylaşmışam, video getdi. Instagramda, bir də TikTokumda video paylaşmışam. Qonşular, qohumlar, nə bilim insanlar, kənd cəmaatı. Siz fikrinizi yazın ki, bu izdivaca necə münasibət bəstəyirsiniz? TikTokda getdi material. TikTok səhifəmə girin, orada paylaşmışam. Və oradan siz xahiş edirəm, öz fikrinizi bildirin ki, bu cütlük necə görürsünüz, necə ola bilər, nə ola bilər?